etməkdən danışsın. Sən get bir özü idarə et. Yerindən duran gəlir deputata söz deyir. Deputat belə getdi, falan getdi. Sən bir özə bax ki, sən ya ziyalıya söz deyirsən, birinci bir özə bax görüm sən kimsən? Hansı yolu keçmisən? Hansı savadın var? Hansı bilgin var? Hansı mədəniyyətin var? Yəni sən bir ziyalı haqqında, bir dövlət məmuru haqqında fikir söyləmək üçün özün ən azından biraz savadın olmalıdır. Dünya görüşün olmalıdır, mədəniyyətin olmalıdır. Ceyhun müəllim tamamilə doğru buyurur. Deputatdır Ceyhun Məmmədov. Yeri gəlmişkən bilməyənlər üçün belə deyək, tanıtım xarakterli bu məlumatı verim. Çox savadlı bir insandır, savadlı bir ailədə dünyaya gəlib, amma mənə görə Ceyhun müəllim bir ziyalı deyil. Baxmayaraq ki, xeyirdə, şərdə də iştirak eləyir seçicilərinin və s. Amma əsl ziyalı həm də xalqın gerçək problemlərini dilə gətirən şəxsdir. Amma Ceyhun müəllimə bir sualım var. Ceyhun müəllim, sizcə yerindən duran, deyirsiniz ha, deputata söz deyir. Sizə elə gəlmirmi ki, yerindən duran deputat olduğuna görə, həmin o yerindən duran da deputatı sanki belə özünə yaxın bilib ona bir söz deyir. Yəni, hər yerindən duran deputat olanda, elə hər yerindən duran da deputata söz deyəcək. Siz necə düşünürsünüz? İstəsəniz, bilirəm ki, TikTokda da aktivsiz. Burada da yaza bilərsiniz, ayrıca videoda çəkə bilərsiniz. Bu mövzuda belə deyək, bir həmsöhbət də ola bilərik. Təşəkkür edirəm.